Sözdələn, sözdən səs gəlir. Sözdələnən layihənin veb saytından və Coffee.al platformasından dəstək olanlara onların adlarını vurğulamaqla təşəkkür edirəm. Ağlıma belə bir sual gəlir. Yuxuda öyrənmək olarmı? Sözdələndə bu sualın cavabını verən bir məqaləni sənə danışıram. Kate Sukel tərəfindən yazılmış bu məqalə 2019-cu ildə brainfacts.org veb saytında yayımlanıb. Kate Sukel neyroelmlə bağlı populyar elmi kitabların müəllifi, jurnalist və yazıcıdır. O beynin qərar vermə, risk götürmə və sevgi kimi mövzularını sadə və anlaşıqlı dildə izah edir. Yazıları The Atlantic, New Scientist və Scientific American Mind kimi nüfuzlu jurnallarda dərc olunub. Bəzən belə reklamlar görürük. Qulaqlıq tax, yuxuya get, səhər yeni bir dili biləcəksən. Əslində isə bu gerçəklik deyil. Psixoloq Mark Zus deyir, yatanda qulaqlıq taxıb dil öyrənmə kursuna qulaq assaz, çox şey öyrənməyəcəksiniz. Amma bu o demək deyil ki, yuxunun öyrənmədə rolu yoxdur. Əksinə, elm adamları 10 illərdir bilirlər ki, yuxu yaddaş üçün çox vacibdir. Artıq 1924-cü ildə aparılan tədqiqat göstərmişdi ki, əgər insan öyrəndikdən sonra biraz yatıb, sonra yoxlanırsa, daha yaxşı nəticə göstərir. Deməli, yuxu yaddaşı qoruyur. York Universitetindən psixoloq Scott Kerney bunu belə izah edir. Yuxu yeni xatirələri yadda saxlamağa kömək edir. Amma təkcə qorumaqla kifayətlənmir. Həm də onları möhkəmləndirir və ertəsi gün öyrənmək üçün zəmin yaradır. Yuxuya getdiyimizdə beynimiz sürətli dalğalardan yavaş dalğalara keçir. Bu vaxt qısa parıltılar yaranır. Onlar beyində əvvəl öyrənilmiş məlumatı yenidən canlandırır və yaddaşı gücləndirir. Kerney'nin komandası maraqlı bir təcrübə aparıb. İştirakçılara söz şəkil cütləri öyrədilib. Məsələn, egzotik sözü ilə kəpənək şəkli. Hər cüt ayrıca bir səslə əlaqələndirilib. Sonra onlar dərin yuxuya gedəndə həmin səslərin bəzisi təkrar çalınıb. Nəticədə səhər oyananda həmin səslə bağlı sözləri daha yaxşı yadlarında saxlayıblar. Amma əsas öyrənmə yenə də ayıq vaxt baş verir. Yuxuda isə yaddaş möhkəmlənir. Bununla belə Zus və İsveçrədəki həmkarları göstəriblər ki, beyin yuxuda da müəyyən dərəcədə yeni məlumat qəbul edə bilir. Onların araşdırmasında iştirakçılar dərin yuxuda uydurulmuş sözləri və onların alman dilində qarşılığını eşidiblər. Beyin dərin yuxuda iki faza arasında dəyişir: aktiv və passiv. Sözlər aktiv fazada eşidiləndə səhər iştirakçılar onların böyük ya kiçik obyektlərə aid olduğunu təxmin edə biliblər. Zus deyir, aktiv fazalar yuxu zamanı yeni məlumat öyrənmək üçün fürsət pəncərəsidir. İştirakçılar sözləri eşitdiklərini xatırlamasa da, beynin yaddaş izi qalırdı. Bu, şüursuz yaddaşın bir formasıdır. Ancaq Zus xəbərdarlıq edir. Yuxuda öyrənmə tətbiqlərinə hələ aldanmayın. Çünki zamanlama çox önəmlidir. Hər dərin yuxu öyrənməyə imkan vermir. Scott Kerney də əlavə edir. Biz hələ yuxudan istifadə edib yeni dil öyrənə biləcək səviyyədə deyilik. Amma bir şey bilirik. Yuxu öyrənməklə yaddaşı bir yerdə saxlayan yapışqandır. Yəni əgər siz doğrudan da yeni dil öyrənmək istəyirsinizsə, gündüz öyrənin. Gecə isə yaxşı yatın. Azərbaycan dilini yaşatmaq və bu dildə faydalı məzmunların daha çox olması üçün Sözdələn layihəsinin YouTube kanalına abunə ol, bildirişləri aç və hər kəslə paylaş. Buraxılışı bəyəndinsə, bəyən düyməsinə basmağı, fikrini şərhlər bölməsində bildirməyi unutma. Sözdələni həmçinin podkast platformalarında da dinləmək imkanın var. Sözdələnə layihənin veb saytından və Coffee.al platformasından dəstək ola bilərsən. Dinlədiyin və dəstək olduğun üçün təşəkkürlər.